Değerli həmkarımız Saadət Məmmədovadan estafeti qəbul edib Azərbaycan xalq şairi, əziz və dəyərli Nəriman Həsənzadəni təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram. Nəriman Həsənzadənin yarattığı poeziya Azərbaycan xalqının ən sevdiyi poeziya nümunələrindən biridir. Azərbaycan xalqı Nəriman Həsənzadəni sevir, ona hörmət və sayğı bəsləyir. Onun Azərbaycanın ilk hərbi diktoru, dəyərli sənətçimiz Şəmstan Əl-Zamaniyə həsr etdiyi oxu şeirindən bir bəndi sizin üçün səsləndirirəm. Yerdə eşitdiyin göy gurultusu, yerin neymətidir, haqqın öz səsi, şərəfli bir ömür, sən yol yolcusu, sən bir də Tanrının bizə töhfəsi. Mən estafeti Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti dəyərli Umud Mirzəyevə verirəm.